İmişli rayonunda həmkəndlisi barədə narkotik alveri ilə bağlı şayiə yaydığını iddia edən 39 yaşlı kişi ona xəsarət yetirib. Cənublas xəbər verir ki, hadisə ötən il mayın 17-sində rayonun kəndlərinin birində baş verib. 1987-ci il təvəllüdlü anar həmkəndlisi Elməddinlə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı ona ağac parçası ilə zərbələr endirib. Zərbələr nəticəsində Elməddin baş və çiynin nahiyəsindən xəsarət alıb. Məlumata görə mübahisəyə səbəb Elməddinin kənddə anarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayması iddiası olub. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bu məsələ uzun müddətdir onların arasında gərginlik yaradırmış. Hadisə günü Elməddini motosikletlə yaxınlaşarkən görən anar yerdən götürdüyü ağac parçasını ona atıb. Ağac Elməddinin başına dəyib, o motosikletdən yıxılıb. Zərər çəkmiş Elməddin isə anarın köhnə ədavət səbəbindən dəfələrlə onunla mübahisə etdiyini, sonuncu hadisə də yol kənarında əlində ağacla gözləyərək ona hücum etdiyini deyib. İmişli rayon məhkəməsinin hökmü ilə anarın təqsiri təsdiqlənsə də, Milli Məclisin Konstitusiya və Suverenlik ili münasibəti ilə qəbul etdiyi amnistiya qərarı tətbiq olunub. Nəticədə o cinayət məsuliyyətindən azad edilib. Cinayət işinə isə xitam verilib.